Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə məxtəvər sanırdıq. Məktəb illəri, ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Dem qüssəmiz, kederimiz bir damcı. Hele onda sevincimiz çok idi. Yazılanı bir silgiyle pozmaqda bizim için ne asandı, ne asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Mektep illəri, ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Salam, hürmetli müəllimlər, əziz məzunlar. 26 ildən sonra yeniden bir aradayım. Ve bugünkü gün təsadüfi deyil ki, 26 il Silahlı Qüvvələr gününə təsadüf olunur ve aramızda hərbi sahəsində çalışan qardaşlarımız da var. İstərdim ki, vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəli sükutla yad edək.
Allah rəhmət eləsin şəhidlərimizi. Azərbaycan səslənir. Direktörü olmuş. Sizi bugün görməkdə çox sevinirəm. Məni öz aranızda dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Bir vaxtlar siz 11-ci sinifi bitirəndə mən sizə bir tövsiyə vermişdim. Demişdim ki, harada olursunuzsa olun, Azərbaycanın, Lənkəranın, Poladının nüfuzunu həmişə yüksək saxlayın. İndi siz çox nümunəvi bir vətəndaşsınız. Hərənizin müəyyən mövqeyi, müəyyən ətrafınızdakı dostlar, tanışları, övladlarınız, nəvələriniz və başqa xeyirli sahalardır. Bu tədbir sizi görüşdürdü. Bu müddət ərzində sizin aranızda eləsi olub ki, dünyasını dəyişir. Müəllimlərinizdən eləsi olub ki, dünyasını dəyişir. Allah Teala onları rəhmət eləsin. Mənim bir də tövsiyəm var ki, həmişə belə mehriban olun, öz övladlarınızın, nəvələrinizin şən günlərində bir-birinizi axtarın və belə bir kollektiv əgər varsa, o kollektivə hər şey etibar eləmək olar. Sağ olun, bayramımız mübarək olsun. O senin uzanlı gözlerin, senin olsun, senin olsun. O senin adı sözlerin, benim olsun, benim olsun. O senin uzanlı gözlerin, senin olsun, senin olsun. O senin adı sözlerin, benim olsun, benim olsun. Dedi bana biliyor bir yerden, şeydeki yariflerden. Sen bana sorsan özden, senin olsun, senin olsun. Dedi bana biliyor bir yerden, şeydeki yariflerden.
Fəxr yaşa Azərbaycan. Çünkü hemşe 25 yıl, 30 yıl, 35 yıl olurdu. Bu defa ise 26 yıl stereotipi kırdık. Yani bunu da bir ilk olarak 99. yılda məktəbi bitiren mezunlar elədik. Bunu da biz ilk elədik. Ben istəyirəm əvvəlcə gəlin biz özümüzü bir alqışlayaq. Teşekkür edirəm və bilirsiniz ki bizim sinif 1999. ildə ümumiyyətlə məktəbi bitiren mezunlar bugün her birinin özünün mövqeyi var hayatta. Bizim sinif yoldaşlarımız, birimiz müəllimik, birimiz evdarqanlıq, birimiz hərbiçilərimiz var burada. Yani çok maraqlı bir təsadüfdür. 26 iyun tarihi ve 26 il bizim məktəbi bitirməyimiz. Və buna görə ilk öncə mən təşkilatçılara öz təşəkkürümü bildirirəm. Mənim sinif yoldaşım Telman Əkbərov var burada. Telman Əkbərova öz təşəkkürümü bildirirəm. Amil Dadaşova öz təşəkkürümü bildirirəm. Və biz sizinlə fəxr edirik. Çünki həqiqətən də bayaqları Seyran müəllim də qeyd elədi. Biz məhz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı məhz 44 gün ərzində Telman kimi, Amil kimi, Ramil kimi sinif yoldaşlarımızın sayəsində əldə edə bildik. Gəlin bir hərbiçilərimizi də bir alqışlayaq. Doğrudan da ben bugün məktəbin psixologu olarak həmişə sizi öz şagirdlərimizə misal gətiririk. Doğrudan da mən şəxsən öz adımdan deyirəm və həmişə bunu fəxrlə deyirəm. Fəxrlə deyirəm ki, mənim sinif yoldaşlarım bu illəri hərb sahəsində çalışır. Digər Rauf Hüseynov var, bugün müəyyən səbəblərdən burada iştirak edə bilmir. Digər sinif yoldaşlarımız var və doğrudan da Ramil Abdullayev var. Yəni mən onu bugün burada görmürəm, yəqin ki o da müəyyən səbəblərə görə gələ bilməyib.
ve bir de kızlarımızın adından, bütün kızlarımızın adından olanlara teşekkür ediyorum. Bizi konak eləmişsiniz. Çok sağ olun. Var olasınız. Bir daha teşekkür. Sağ olun. Çok sağ olun. Canan müəllimlər, teşekkür ederim. Hoş gördük, hörmətli müəllimlərimiz, əziz qardaşlarımız, bacılarımız. Doğrudan da çox sevindirici bir haldır ki, biz bugün hamımız burada yığışa bildik. Düzdür, bütün məzunlarımız hamısı burada olmasa da, müəyyən səbəblərdə iştirak etməyənlər oldu, əlaqə qura bilmədiklərimiz oldu və təəssüf ki, həyatını itirənlər də var ki, hansı ki onlardan üçü də B sinifində oxuyan şagirdlərdən idi. Allah'tan onlara rəhmət diləyirəm. Və bugünkü təşkilatçılara, başda Amil, Ramil, nə bilim, Amil, amma Amil Ramildir və adlarını bilmədim, amma bugünkü təşkilatçılıqda əməyi keçən hər bir məzunumuza teşekkür edirəm, can sağlığı arzulayıram. Ne yaxşı ki biz bugün burada yığışa bildik. Ne yaxşı ki 26 ildən sonra bir-birimizi gördük. Hətta burada elə yoldaşlar oldu ki, mən onlardan tanımadıqlarım oldu. Heç hələ də xatırlaya bilmirəm ki, hansı sınıfda oxuyurdu. Çok güzel ve maraqlı keçir mənə görə. Yəqin ki, yoldaşlarımız da hər biri əylənib dincələ bilir. Yine de Allah qismət eləsin, 30 illiyimizdə bir yerə yığışmayı Allah bizə qismət eləsin. Hər birinizə can sağlığı arzulayıram. Gələn günləriniz xeyirli olsun, uğurlu olsun, canınız sağlam olsun, işləriniz rahat avam olsun. Çok sağ olun. Bizim değerli müəllimlərimizi sağ olun. Müəllimlərimizin hər birini xoş gördük. Allah dünyadan göçən müəllimlərimizə qəni-qəni rəhmət eləsin. Səhəti ilə əlaqədar olaraq xəstə müəllimlərimiz var, onlar da gələ bilmədilər, Allah onlara şəfa versin. Digər müəllimlərimizi Allah qorusun. Çünki müəllimlərimizin bizim üzərimizdə dəyəri, əziyyəti. İkinci növbədə bütün sinif yoldaşlarını salamlayıram. Bütün sinif yoldaşları ona görə deyirəm ki, mən biraz uşaq vaxtı təcəl olmuşam. Birinci sinifim, Allah rəhmət eləsin, Məhsəbalı müəllimin sinifi. Digər sinifim Rəşid müəllimin sinifi. Digər sinifim də Tamaya müəllimin sinifi. Gəzmişəm. Mən də iki yoldaşlarım. Biraz şuluq olmuşam. Çox gözəl gündür, həqiqətən. Sinif yoldaşlarımı burada görəndə çox sevinirəm. Sevinirəm ona görə ki, sinif yoldaşları ilə düzdür, gec də olsa 26 il sonra bir araya gələ bildik. Bir balaca kədər hissi keçirirəm, ona görə ki 26 ili geride qoydum. Mən istərdim ki, sinif yoldaşlarıma burada olan üzürlü və ya üzürsüz səbəbdən burada iştirak eləməyən sinif yoldaşlarıma demək istəyirəm ki, bir-birimizin qədrini bilək. Vaxt çox zaman sürətlə keçir. Artıq zaman o zamandır ki, çox üzr istəyirəm, övladlar böyüyür. Onların verişində qarşıdan iştirak edəcəyik. Və bir-birimizin dəyərini bilək. Çünki ona görə ki, bilmək olmaz. Neçə ildən sonra biz yenə görüşə biləcəyik. Həmin tədbirdə kimlər olacaq, kimlər olmayacaq, onu Allah bilir. Allah gecindən versin, hər kəs iştirak edebilsin. Amma hər kəsə uğurlar arzulayıram. Çox sevindim. Çox sevinci bir gündür. Və mənim üçün sevinci günlərdən biri də bugün çox gözəl təsadüf deyərdim ki, həm 26 il sinif yoldaşlarımla toplaşmaq, həm də 26 iyun silahlı qüvvələrin 107-ci il dönümüdür. Mən bir Azərbaycan ordusunun polkovniki kimi 26 il Azərbaycan ordusunun xidmət edirəm. 44 günlük vətən müharibəsində, eləcə də antiterror əməliyyatlarında iştirakçı kimi arzulayardım ki, hərbiçi yoldaşlarım, və mən xüsusilə vurgulamaq istəyirəm. Mənimlə sinif yoldaşı və silah yoldaşı olan bir qardaşlarım var. Amil, Ramil Mahmudov, Nazim. Bunlar mənim həm sinif yoldaşlarım, həm də silah yoldaşlarım. Arzulayıram ki,
Azərbaycan ordusu həqiqətən güclü bir ordudur. Bundan sonra da daha güçlü olsun. Bir güzel söz var. Deyir, ordun varsa yurdun var. Çünkü ordusu olan devletin yurdu da olacak. Bugün Azerbaycan ordusu kuvvetli bir ordudur. Cenab-ı Ali Başkomandanımız başta olmaqla bütün Azerbaycan ordusu 44 günlük vətən müharibəsində iştirakı ilə, eləcə də digər antiterror əməliyyatları vaxtı sözün dedi, Azərbaycanın suverenliyini bərpa etdi. Bugün belə bir məclisi iştirak eləməkdə səbəbkar Azərbaycan ordusunun hərbi qulluqçularıdır. Allah şəhidlərimizə rəhmət eləsin qəlbə. Şəhidlərimiz bilirsizlər bizim baş tacımız. Bunlar unutmaq olmaz. Bunlar daim yad eləmək lazımdır ki, onlar yaşasın. Bizim kəndimizin də şəhidləri var. Bilirsiniz, bizim kəndimiz həqiqətən çox vətənsevər bir kənd. Nəyə görə? Müəllimlərin sayəsində. Bizim kənddən en qədər hərbici qulluqçu var. Generalından tutmuş ən axırıncı müddətdən artıq hərbi qulluqçusuna qədər. Bu elə belə deyil. İlk növbədə evdə valideynlərdən, sonra məktəbdə müəllimlərdən vətən olan sevgi irəli gəlir. Mən bu münasibətlə də Azərbaycan ordusunun 107-ci il dönümü münasibətlə bütün ordumuzu təbrik edirəm, bütün xalqımızı eləcə də təbrik edirəm, uğurlar arzulayıram, hər kəsə can sağlığı arzulayıram. İnşallah biz deyən yox, Allah deyən olsun. 30 illiyimizi qeyd edəndə bugün burada iştirak edəməyən müzik yoldaşlarımız da iştirak edəsin. Sağ olun, minnətdaram, təşəkkür ederim. Sağ olun. Salamlayıram mən də hər bir kəsi. Əlbəttə ki, başda müəllimlər olmaq şərtilə bugün onların sayəsində biz burada sıx olaraq toplaşmışıq. Bugün sağ olun ki, bizi bir vətənpərvər yoldaş kimi, şagird kimi, məzun kimi böyütmüşüz. Allah birinci sizlərin canını sağ eləsin ki, həqiqətən də bugün biz buradayıq. İkinci növbədə Silahlı Qüvvələr Günü münasibətində hər bir kəsi səmimi qəlbdən təbrik edirəm. Başda əlbəttə ki, hərbiçilərimiz olmaq şərtidir. Və sonda isə bugünkü məclisi qurub yaradan təşkilatçılara sağ olun demək istəyirəm. Çox sağ olun ki, həqiqətən də bugün biz bir aradayıq. Çox sağ olun. Təşkilatçılara görə, hər bir şeyə görə minnətdaram sizlərə. Təbrik edirəm sizlərə bir daha. Çox sağ olun. Tamam. Nazım bir istəmirəm. Çıxış eləmək heç kəs istəmir. Nə? Sonra hoca qutaracaq tədbiri. Buyur. Siz hərbiçisiniz, gərək çıxış eləyəsiniz, səsiz çıxın. Bəli. Mən də hərbçilərə qoşulub, çox sağ ol deyirəm ki, bizi sayıb gəlib, bizim yanımızdadır. Biz də günləri silahlı qüvvələrimiz günüdür. Bizdə və silahlı qüvvələr günü münasibətində təbrik edirik, şəhidlərimizə Allah rəhmət edirik, qazilərimizə Allah can sağlığı versin. Birən bizə Allah biraz ömür versin, 30 ildə görək, 30-35 il, 40 il. Allah nə qədər ömür verərsə, bu illəri yaşayabiliriz. Allah canı sağ olasın. Çok sağ olun. Allah canı sağ olasın. Çok sağ olun. Bugün həqiqətən güzel bir gündür. Başta müəllimlərimiz olmaqla Allah sizə can sağlığı versin ki, bu tədbirdə iştirak etdiniz. Müəllimsiz bizə ruzi bərəkət baxdınız. Həqiqətən siz dahisiniz. Bizə bu yolu öyrədən müəllimlərdir. Nəinki bizə, hər kəsə, valideynlərə, valideynlərdən gələn övladlara, bizim övladlarımıza müəllim elə bir sənət, elə bir peşədir ki, müqəddəsdir. Bu gözəl gün həqiqətən təsadüfdür. 2-26 birləşib, bunu heç düşünməmişdik. Belə bir təsadüf yarandı. 26 iyun Silahlı Qüvvələr Günü və
bugünkü gün 26 ildən sonra əzizlərimizlə bir məclisdə bəli birləşdik, qovuşduq. Biz Bakıda olsa da tez-tez uşaqlarla görüşə bilirik ən azından. 20 nəfər dəvət edirik, 5 nəfər yığırıq. Bu yığım da çətin oldu bizim üçün. Çox o grup yaradıldı, Amir Dadaşov tərəfindən grup yaradıldı. Bir parmağım burada, bir parmağım grupda oldu ki, ne edəyək, tez edin, vaxt getdi. Yəni bu, sevinirəm ki, belə bir tədbir quruldu həqiqətən. Bu mübarizədə elə bilirəm ki, qalib gəldi, amin. Uşaqlar həqiqətən fədakarlıq elədi. Gülnar bacımız, o da öz dəstəyini, köməkliyini göstərdi. Mən bu gözəl gün münasibəti ilə bütün Azərbaycan xalqını, Azərbaycan ordusunu, şəhid analarını, hamısını təbrik edirəm. Hər kəsə uzun ömür, can sağlığı, inşallah bu tədbir əbədi olsun. Heç vaxt istəmərəm ki, bizim oradakı müəllimlərdən biri azalsın. Elə həmişə də orada olasınız. Sağ olun. Teşekkür ederim. Bir daha salam verəməyiz işlərsə. Bugün təsadüflü gün olsa da hər biriniz sağ olun ki, eşitdiniz, yığışdıq bu məclisə. İnşallah qismət olsa 30 illikdə də yığışar. Başta müəllimlər olmaqla Allah sizlərə uzun ömür versin ki, bizdən 30 illikdə də iştirak edəsiniz. Hər birinizə təşəkkür edirəm. Müəyyən səbəbdə iştirak edəməyənlər var. Onlar da inşallah ki, yəqin növbəti təşkilatçılığımızda bir il öncədən xəbər verərik. 30 illik xəbərini onlar da inşallah. Sağ olun ki, bugünkü gündə sözümüzü yerə salıb görüşdük. Təşəkkür edirəm. Hamınızı salamlayıram. İlk növbədə müəllimlərimizdən, bizim böyüklərdən onların qarşısında danışmaq nə qədər məsuliyyətli olduğunu hiss elətdirməmək üçün onlardan üzr istəyirəm. Çox sevinirik bugün. Çünki elə bir sevinç yaşayırıq ki, o sevinç fərqli bir sevinclidir. Yəni bu sevinç 26 il idi ki, biz bu qədər düşünməmişdik ki, görüşüb bu qədər sevinərik. Bugün ona görə sevinirik ki, biz 26 il hamının 5 ildən bir, 10 ildən bir yığışıb görüşünü biz bugün qeyd edirik. Fərqli arzular deyilsə də, fərqli belə deyək də, tost mu deyək, sağlıq mı deyək, bütün arzular kəsişir ki, biz bugünə gəlməkdə müxtəlif, həyatımız müxtəlif çətinliklərdən keçib, müxtəlif vəzifələr keçmişik. Müəllimlərimizin əziyyəti ilə, müəllimlərimizin bizə verdiyi zəhmətlə biz bugünə gəlib çıxmışıq. Yəni, ümumiləşdirsək, buradakı hər bir gəncin fərqli bir həyatı olur. Hər birinizi gənc deyirəm, ona görə ki, ilk görüşümüzdür. Əslində biz 5 illikdə görüşməliydik, 10 illikdə o ənənə ilə davam etdirməliydik bu görüşü. Amma bizim görüşümüz, ilk görüşümüz 26 il çəkdi. Müəllimlərə təşəkkür elədik, amma nə qədər təşəkkür eləsə yenə azdır. İlk öncə özümüzə, həyatımıza, rəng qatdığımıza görə təşəkkür eləməliyik. Buradakı göstərdiyimiz o fərqə görə özümüzə təşəkkür eləməliyik ki, biz bir araya gələ bildik. Bir araya gəldiksə, deməli, həyatımıza rəng qata bilirik, həyatımızda fərqlilik yarada bilirik. Heç nəyə fikir vermədən, müəyyən çətinliklər olur insan həyatında. Fikir vermədən hər zaman irəli baxmaq lazımdır. Hamımızın həyatında müxtəlif çətinliklər olmuşdur, müxtəlif enişlər, yoxuşlar olmuşdur. Amma yenə bugün bir araya gəlib çıxa bilmişik. Müəllimlərə yenə deyirəm, başda müəllimlər olmaqla hər birinizə xüsusi ayrı təşəkkür düşür. Paralel oxuyan və yaxud da ki, eyni sinifdə oxuyan yoldaşlar, çox sağ olun. Yəni, dəstəyinizə görə. Kimlər qatıla bilməyib, onları növbəti görüşlərdə görmək istəyirik. Onlara bizim xoş arzularımızı, dəvətimizi yenə çatdırın ki, növbəti görüşlərdə heç bir tərəddüd etmədən hər kəs bu məclisdə dəvətlidir. Bizi bugünə qədər gətirib, bugünü bizə bəxş edən ilk növbədə Allaha
göydə Allaha, yerdə valideynlərimizə. Allah keçənlərə rəhmət eləsin. Və həm də müəllim dediyimiz həyatımızı bizə həyat yolu qoyan, həyatımızı bizə dəstəyi ilə, əziyyəti ilə bəxş edən müəllim və valideynlərə borcluyum. Bu məclisdən bəlkə də fərqli yerlərdə olur. Bugünkü fərq məclisin, bu tədbirin bayram günü ilə üst-üstə düşməsidir. Biz düşünəndə ki, bunu necə eləyək, bir araya gələk, bizim də işdə olduğumuza görə, 26 gün bayram gününə təsadüf etdiyinə görə, qeyri-iş gün olduğuna görə belə qərara gəldik. Bəzi qardaşlarla məsləhətləşdik. Həm bir təsadüf idi, həm də bir ürəkdə içdən gələn bir arzu idi, inam idi ki, biz bunu bu şəkildə bəlkə bacara bilərik. Və bacardıq. Burada çıxış edən hər kəsə görə, yəni iştirak edən hər kəsə, yəni müəllimlərimiz başda olmaqla, dediyiniz arzular, ürəkdən gələn sözlər bizə çox doğmadır, çox xoşdur. Bunları könül istəyərdi ki, hamı burada bütün kollektiv iştirak eləsin, bunları eşitsin. Həyat rəngarəngdir, həyatımıza rəng qataq, həyatımızı dəyişək, hər gün dəyişərək yaxşı mənada həyatımızı yaşayaq. Yenə deyirəm, bu bizim uğurumuzdur. Müxtəlif uğurlarımız var, mənə elə gəlir ki, ən böyük uğurumuz buraya yığışmağımızdır. Sağ olun yenə. Bayramı olanları təbrik edirəm, müəllimlərimizi təbrik edirəm. Bizimlə bərabər olduğunuza görə sizə təşəkkür edirik. Nə səhvimiz oldu, nə çatışmamazlığımız oldu, yəni ilk dəfə olduğuna görə yenə yəqin ki, bizi anlayışla qarşılayanlar, əməyi keçən, zəhməti keçən hər kəsə təşəkkür edirik. Və sizi bundan sonraki tədbirlərdə, başda müəllimlərimiz olmaqla, bütün yoldaşları səmimi olaraq görmək istəyirik. Yəni, bütün tədbirlərimizdə. Müxtəlif məsələlərə toxunuldu. Daha çox rəsmi məsələlər də oldu, digər məsələlər də oldu, çətinliklər də oldu. Amma hamının burada iştirak eləməyi vacib idi. Yəni, bu qədər uzaq düşmək, bu qədər bir-birindən ayrı qalmaq heç də o, yəni təkrar ikinci şans olmayacaq. Ona görə həyatımızı ikinci şansa saxlamayaq, ilk şansımızı dəyərləndirək və onu doya-doya yaşayaq. Bir daha sağ olun, təşəkkür edirəm dinlədiyinizə görə. Biraz uzun danışdım, çox danışdım. Çalışdım ki, fərqli məsələlərə toxunum. Və hər birinizin ürəyində olan nə arzu varsa onu sizə arzulayıram. Arzularımız çoxdur. Biz böyüdükcə, yaşad olduqca eləcə də böyüklərimiz arzularımız da çoxalır. Ən xoş arzularla sözümü tamamlayıram. Təşəkkür edirəm. Çox üzr istəyirəm. Bizim sinif yoldaşlarımızdan Amit Ağayev, Amit Tahirov Gülərli mərhumlarının xüsusilə onların adlarını qeyd etmək borc bildim ona görə ki, onlar büyük. Bu təşkilatçılıqda iştirak ediblər, son saniyələrdə müəyyən səbəblərdən burada iştirak etmədilər, amma onları qeyd etmək mən özümə vəzifə bildim və dedim. Sağ olun. Sevdim, seni göre geldim.
Benim sinif yoldaşım, benim bacı kardeşim, yaman uzak düşmüşüm, benim yürek sırdaşım. Şunlara tihamro, beni tavra tihamro, başıma mektida, mamadan babın yaro, benim sinif yoldaşım. Teneffüs olan kimi yine değil gülerdik. Bir sınıfa girerdik, dalaşardık küserdik. Teneffüs olan kimi yine değil gülerdik. Benim sınıf yoldaşım, dertlerimiz biridir, sevincimiz nedir? Düşmüşündür, iller araya girdi. Dertlerimiz biridir, sevincimiz nedir? Ne gayrı düşmüşündür, iller araya girdi. Benim sinif yoldaşım, benim sinif yoldaşım, benim bacı kardeşim.
Sızıldadı kalbimiz. Ben sinif yoldaşım. Ne sen zaman geçse de yandan çıkmaz o ille. Özümüz bitse de yaşayacağım o günde. Ne sen zaman öpse de yandan çıkmaz o ille. Özümüz bitse de yaşayacağım o günde. Benim sinif yoldaşım. Ay benim sinif yoldaşım. Kamera. Sen gel abi gel. Hukukumuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıl, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər seyirli günləri. Ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan